Salamlar herkese. İstədim bugün sizə qısa bir vlog çəkim, video çəkim. Havalar yağışlı olduğuna çəkə bilmirdim. Vaxt olmadı, həm də baş qarışdı. İstəyirəm sizə bəbələrimin həm böyüməyini göstərim, həm də bəbələrimi artıq sahiblənmək vaxtı gəlib çatır. 2 aylar tamam oldu dünənləri. Yox, bugün. Bugün ayın 18-idir. 2 aylar tamam oldu. Anasında artıq südü azalır. Uş, yıxıldı. Azalıb demək olar ki, ara-ara süd verir balalarına. Quru yeməyə düşüblər. Quru yemək yeyirlər. Nə yumuşaq yeməkdə, quru yeməkdə yeyirlər. Sağlamdılar. Həm də ki, istəyən olmuşdu. Bilmirəm amma kim idi ki, balının bəbələrindən kimsə yazmışdı ki, olsa birini də mənə verərsiniz. Mən yeni bir vlog çəkmişdim əslində. Prosta yəqin həmən xanım baxmayıb, xanım idi istəyəndə. Belə siz də istəsəz TikTok səhifəmizə yazın. Bəbələr artıq sahiblənmək vaxtı niyə çatıb deyirəm. Həm qum tərbiyələr var, həm də bu vaxtından sahiblərinə daha tez alışırlar. Hələ bundan da balaca, mən şəxsən Simboşmu bunlardan balacaydı sahiblənəndə, küçüyə atmışdılar, elə sahiblənmişəm. Doğrusu elə bu vaxtlarında tapmışdım. Sahibinə tez alışırlar. Amma biraz böyüyəndən sonra, ana da artıq bunları döyməyə başlayacaq şeydə. Böyüyəndən sonra, artıq südü də azalandan sonra, kəsiləndən sonra südü da artıq bunları istəməyəcək. Ona görə indidən sahiblənsəz, sahib çıxsaz daha yaxşı olar. Belə bir ot yemək xoşlayırlar, ot yeməyi. Amma bu otu yox. Onlar üçün şəxsi otlar var. Amma bunlar nə gəldi? Ağızlarını alırlar. Balışım artıq yorulub. Onları ov gətirməyə gedir. Çox vaxt boş qayıdır. Balışın artıq doğmasını istəmirəm. İstəyirəm onu yaxşı bir həkim tərəfindən qısırlaşdırmaq fikrindəyəm. Amma dəqiq qərar da verə bilmirəm. Bu dəfə doğuşu çox çətin olduğuna görə qısırlaşdırmağı fikirləşirəm, amma qorxuram da açığı. Artıq neçə dəfədir ki, doğur, yazıqdır. İstəyirəm ki, daha rahat yaşasın da, artıq bala saxlamasın, əziyyət çəkməsin. Siz də hansını bəyənsəz belə açıq şəkildə çəkmişəm. O qızdır, bu da qızdır, bu oğlandır. 2 qız, bir oğlandır. Əslində istəyənlər var, bax bunu istəyən olmuşdu. Sonra yazmadı, cavab vermədi. Bunu da istəyən var, bu da istəyən oldu. Ondan cavab gözləyirik, amma mən yenə də güvənmirəm. Çünki pişik istəyən, həqiqətən istəyən nə olur olsun gəlib götürür ya aparır. Yəni ürəklə istəyənlərə verilir bu pişiklər. Kim ürəklə istəyir, həqiqətən ona sahib çıxmaq istəyirsə ona veririk. Belə hər istəyənə də pişik vermirəm. Ona görə bunlara gözəl bir yuva axtarıram. Siz də baxsaz bu videoya TikTok səhifəmizdən, elə kanalımızın adı, səhifəmizin adı da eynidir. Baxıb yazarsınız, hansını istəsəz danışıb sahibləndirərik inşallah. Daha gözəl yuvalara, daha gözəl əmin əllərə vermək istəyirəm. Çünki mən bunları bilirsiniz ki, nətər baxmışam. Ana bətnindəykən də mən bunları sağlam yetişdirməyə çalışmışam. Qurd dərmanı da vermək vaxtlarıdır. Qurd dərmanı da verirəm. Sahibləndirməmişdən əvvəl həkimlə məsləhətləşib qurd dərmanı da vermək istəyirəm. Artıq sağlamdır, həm də qum tərbiyələri də var, anası öyrədib. Yəni evi falan da bulamazlar. Belə. Siz də həm də qarşınıza ilk dəfə çıxıramsa kanalımıza abunə olun. Bizə dəstək olun.